Herkese salamlar, kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Video geçməmişdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndisə like edə bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza gələ bilərsiniz. Link aşağıda olacaq. Burada sistemlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları paylaşır. Gördüyünüz kimi texniki analizlərimi və sairə xəbərlər, alışlarımı və sairə paylaşıram. Hər birinizi gözləyirəm. Link aşağıda olacaq. Həmçinin müzakirə qrupu var. Burada vuraraq qoşula bilərsiniz. Gəlin videoya keçək dostlar. Bugünkü videoda penny stoklardan necə pul qazanaq adlı videodur. Bugün sizlərə penny stoklardan pul qazanmağa başa salacağım. İlk öncə deyim dostlar, VIP qrupumuzda da hər ay bir neçə penny stok paylaşıram ki, yəni bunları şəxsən neçə saatlarla analiz edib hansı müddətdə neçə faiz gəlir gətirməsini hesablayıram. Yəni hal-hazırda 2 penny stok paylaşmışam. Deməli VIP qrupumuzda biri hal-hazırda 20%-dən çox qazandırıb. Cəmi 5 gündür dostlar. Yəni dünyada heç bir insan yəni sizə 5 gün ərzində bu qədər pul qazandıra bilməz. Əgər bəxtə atmasa təbii olaraq, bir də qumar oynamasa, yəni qumarda da şans 50-nin 50 və yaxud daha aşağıdır. Yəni 5 günə penny stockdan 20%-dən çox qazanmışıq. İndi bunu burada açıqlaya bilmərəm hansı penny stock. Çünki VIP qrupda ödəniş eləyənlər üçün paylaşmışam. Və həmin penny stockdan aylıq 100%, aylıq deməyə təxmini 2 həftə ərzində 100%-dən çox qazanc gözləyirəm dostlar. Bunun nəticələrini Telegram kanalında paylaşdım. Linkdən girib izləyə bilərsiniz nəticələrini. Belə dostlar. Amma bugünkü videoda ümumi olaraq penny stoklardan necə pul qazanırıq, bunu deməli paylaşacağım sizlərlə. Bu Femachange şirkətini misal göstərdim, çünki 5 gün ərzində 24% artış edib. Bunun səbəbi nədir? İlk öncə dostlar, penny stock seçərkən bunu nəzərə almalısınız ki, hansı sektorda seçirsiniz? Yəni köhnə sektorlarda penny stock seçməməyə çalışın ilk öncə. Köhnə sektor deyəndə nəyi nəzərdə tuturam? Bunlar əsasən ticarət sektoru, əsasən köhnə, yəni necə deyim, məsələn, hətta internet sektoru da ola bilər. Nə mənada? Məsələn, 2000-ci illərdə internet daha populyar idi. Məsələn, internet sektoru deyərkən media sektoru nəzərdə tuta bilərəm, ticarət sektoruna, logistika sektoruna, yəni texnologiya ilə tam inteqrasiya olunmayan sektorlara. Düzdür, məsələn, elə logistika şirkətləri ola bilər ki, onlar texnoloji yeniliklərdən istifadə edə bilərlər. Bunu seçə bilərsiniz, amma təkcə bu logistika şirkəti ancaq çatdırılmadısa, heç bir texnoloji yeniliyi yoxdursa, məsələn Uber kimi deyilsə tutaq ki, yəni ona penny stock olaraq yatırım etməyin mənası yoxdur. Və lider texnologiyası olan penny stocklar da var. Buna diqqət edin, təhlükəli sektordur. Çünki həttalar da pul xərcləyir. Və əgər uğur qazanmırsa bu sektorda, yəni şirkəti batırır, bir dəfəlik iflas elətdirir. Yəni belə bir təhlükəli texnologiyadır lider. Femidən danışacağıq. Femidən niyə danışaq dostlar? Nümunə olaraq gətirəcəm Femini. Demirəm indi Femini alın. Sadəcə nümunə olaraq gətirəcəm. Belə almaq istəsəniz, yəni az miqdarda risk eləyə bilərsiniz. Yatırım tövsiyəsi deyil, amma gələcəyi olan şirkətdir. Yəni məsləhətim bu yöndədir. Lakin yenə də yatırım etmək və yaxud etmək sizin qərarınızdır. Məsələn, Femachange dostlar doğuş üzərində cihazlar hazırlayır. Bu yaxınlarda Avropa, Yaponiya və Hindistanda patentlər aldı demək olar və bu bazarlara açıldı. Yəni patent alaraq bazarlara açılır. ABŞ-da da patent alandan sonra bu şirkətin dəyəri bu qədər qalmayacaq, yəni daha yüksək olacaq. Niyə nümunə gətirirəm? Yəni dostlar, bu kimi deməli səhmlər ən yaxşı yerindən alış etsəniz sizə böyük miqdarlarda pullar qazanacaq. Mən bu şirkəti dostlar 60 sentdən almışdım, izləyicilərimə də göstərmişdim və 60 sentdən alıb 1 dollardan satmışdıq. Burada gördüyünüz kimi 30-dan 83-ə yüksəlmişdi. Burada almışdıq. Burada gördüyünüz kimi bu 60, 87 təxminən o civarlarda almışdıq və 1 dollar 4 sentdən falan 10 sentə qədər qalxmışdı. Yəni 1 dollarda satmışdıq hardasa. Sonradan indi yenidən düşdü. Məsələn, bunu alış yerinə hardan bilək dostlar? İlk öncə sizlərə belə bir şey deyim. Əgər deməli tibb sahəsində olan şirkətlər uzun müddətli gəlir gətirmirlərsə, əslində bütün penny stocklara aiddir. Lakin tibb sahəsində daha çox pul xərcləyirlər, ona görə bunu deyirəm. Gəlir gətirmirlərsə, bunların geri 1 dollar üstü qalma ehtimalları aşağı düşür hardasa. Bunu nəzərə alın. Məsələn, burada nə edib 34-ə qayıdıb. Burada da yenidən 34-ə qayıdıb hardasa. Yəni yenə də minimum alış nöqtəsinə dəyib və buradan artım edib. Və 5 gün ərzində 24% qazandırıb dostlar. Yəni artım yerlərinə əsasən yenidən alış nöqtələrindən baxmaq olar. Burada da gördüyünüz kimi yenidən alış nöqtələrinə az da reaksiya alır. Lakin niyə 1 dolların üstündə tam qala bilmir? Çünki belə bir şey də var. Yəni maliyyə hesabatına baxaq. Və gerçəkliklərə görə maliyyə hesabatından görürük ki,
Femas Inc şirkəti hardasa uğurlu şirkət olsa da, yəni Avropada, Yaponiyada patentlər almış şirkətlər, həmçinin cihazları üzərinə, həmçinin ABŞ-da da artıq patent üzərində işləyirlər. Lakin gəlirləri gözlənilən həmişə altında qalır. Yəni bu kimi hallar da investorların deməli güvənini zədələyə bilirlər. Və gördüyünüz kimi bu şirkət hardasa nağd pullarını artırıb, amma nəyin hesabına artırırlar? Səhəm satışının hesabına artırırlar dostlar. Belə bir pis hallar da olur. Ona görə də penny stoklara yatırım edərkən diqqətli olaq. İlk öncə uzun müddət gəlir gətirməyəcək şirkətlərə uzun müddətli yatırım etməyək. Bu birinci yerdədir. Yəni yaxın vaxtlarda katalizator varsa, məsələn nə mənada? Tutaq ki, Femas Inc şirkəti ABŞ-da patent almaq üzərinə bir görüş keçiriləcək. Hal-hazırda 8 may tarixindədir. Tutaq ki, 20 mayda. Belə bir görüş olacaq və yekun qərar veriləcək. Bəli, ona görə almaq olar qısa müddətdə, 20 maya qədər saxlayırıq. 20 mayda müsbət xəbər gəldi. Yəni onu da hesablamaq lazımdır ki, müsbət xəbər gələ bilərmi? Bu ehtimallar yüksəkdirsə yatırım edirik, yüksək deyilsə yatırım etmirik və yaxud risklidir deyə daha aşağı yatırım edirik. Katalizatora görə qısa müddətli yatırım edirik, qalxdı, satdıq. 100-200%-imizi götürdük, qoyduq cibimizə ya da başqa səhmə yatırım elədik. Yəni katalizatorlara baxırıq, xəbərləri araşdırırıq. Və yaxud dediyim kimi gəlir gətirməsinə baxırıq. Yəni bu şirkət heç olmasa 3 rübdən sonra gəlir gətirsin və yaxud gələn il gəlir gətirsin və yaxud Ayva Texnoloji şirkəti var. Ayva Texnoloji şirkəti kimi deməli elə bir şirkət olsun ki, yəni bu Ayva Technology 100 milyon dollar yatırım almışdı bir il ərzində. Yəni belə şirkət olmalıdır. Yoxsa ancaq səhəm satışı eləyir, araşdırırıq, görürük ki, hər 3 rübdən, hər 2 rübdən, hər rübdən bir gəlir satışı eləyir, hər il istiqrar satır. Yəni borclanır. Bu şirkətin işi gücü ancaq borclanmaqdırsa, belə penny stoklara girmirik dostlar. Müsbət xəbərlər çox olan şirkətlərə giririk, maliyyə hesabatları müsbət olan şirkətlərə giririk hardasa. Düzdür, bu maliyyə hesabatları yaxşı deyil. Lakin səhm başına deməli uğurludur hardasa səhm başına. Gördüyünüz kimi xərclərini azalda bilir. Yəni bu müsbət aldı və bir il ərzində 2 qat gəlir artışı eləyə bilir. Bu da hardasa müsbət aldı. Yəni bu kimi faktlara nəzər yetiririk dostlar. Burada bu oranlara da baxırıq, səviyyələrə baxırıq. Yəni çox artmasın deyə burada deməli sahibliyə də. Yəni bunlara az baxsaz da olar əsasən. Əsasən baxmalısınız ki, dediyim kimi qazancları gələcəkdə bunun əməliyyat xərclərini ödəyə bilərmi və yaxud heç olmasa sərgilərlə, qrantlarla həyatda qala biləcəkmi? Və yaxud deməli müsbət xəbərləri tez-tez olurmu? Səhm satışı az edirmi? Bu kimi hallara baxırıq və penny stokumuzu seçirik və texnologiyanı inteqrasiyadadırmı? Buna da baxırıq. Belə dostlar, bugünkü videomuz bu qədər. Ümumi danışdım. Sizə heç bir Femas sadəcə bir nümunə idi. Demirəm durub gedin Femas alın. Amma ki ümumi olaraq sizlərə səhm penny stok seçimində, kiçik səhm seçimində nələrsə öyrətməyə çalışdım. Bugünkü video bu qədər. Sağ olun, gələcək videolarda görüşərik.